Salam əziz şagirdlər, mən Murad müəllim. Bugün sizlərlə keçirilmiş OTK sınavının izahına baxacağıq. Keçək suallarımıza. Birinci nömrəli sualda deyir ki, gənələrin aid olduğu sinifin nümayəndələrində olmur. Gənələrin aid olduğu sinifin nümayəndələrində boru şəkilli ürəyi görəcəyik, arteriya damarını görəcəyik, bığcıq görməyəcəyik. Düzünə inkişaf görülürdü. Diri bala doğma yenə də görülmüş olacaqdır. Doğru cavab C variantı olaraq deyirik. İkinci sualda şəklə əsasən verilən ifadələrdən hansı doğrudur deyir. 1, 2, 3, 4, 5 nömrəli ilə işarələnmiş hissələri veribdir bizə. A variantında deyir 5 rəqəmi ilə verilən hissə fleumadır. Xeyr, açıq-aydın görünür ki, fleuma deyil. B variantında deyir 4 rəqəmi ilə verilən hissə meristem toxumasından təşkil olunur. Xeyr, bu da yanlış olmuş olacaqdır. E, C variantında deyir 3 rəqəmi ilə verilən hissə illik halqaların əmələ gəlməsində iştirak edir. Bəli, 3 nömrəli hissə illik halqaların əmələ gəlməsində rol oynayacaqdır. Dördüncü sual, üçüncü sual özür istəyirəm. Üçüncü sualda deyir hansı rəqəmlə verilən canlılardan hansının inkişafı dolayı yolla baş verir? Dolayı yolla baş vermə dedik ki, 2 nömrəli canlılarda, kəpənəklərdə, 3 nömrəli canlıda, yəni qurbağada görərəm bunu. Bir də çərkədə görmüş olacaq. Doğru cavab olacaq B variantı. Dördüncü sualda baxaq nə deyir? Meyvə yanlığı 2 taycıqdan ibarətdir deyir. Meyvə yanlığı 2 taycıqdan ibarət olan buradakı bitkilərdən xeyr, 1 olmaz, 2 olmaz. 3 nömrəli soyanı deyə bilərik, təbii ki. 4 noxudu deyə bilərik. Burada paxlalları seçərik. Bir də akasiyanı seçmiş olacaq. Sonra 5-ci sualda soxulcanın hərəkətinə iştirak edən əzəlilər A və B göstərilmişdir. Şəklə əsasən doğru fikri və ya fikirləri müəyyən edin deyir. Burada bir nömrəli ifadədə deyir A və B əzələləri eyni anda yığılır. Elə bu ifadə yanlışdır. Aha, bizə doğrunu soruşur. E, Yanlışdır. O zaman biri götürməyəcəyik. 2. A uzunluğa B həlqəvi əzələlərdir deyir. Yenə də yanlış demiş olur. Şəkildən zaten görsənir. 3. A həlqəvi B uzunluğu əzələlərdir. Bəli, bu artıq nə olmuş oldu? Doğru olmuş olacaqdır. 4. B əzələləri yığıldıqda bədən nazikləşir deyir. B əzələləri yığılanda bədən nazikləşmir, əksinə qalınlaşır, qısalır. Buna görə yanlış olacaqdır. 5. A əzələləri yığıldıqda bədən nazikləşir. Bəli, bu da doğru olmuş olacaqdır. Doğru cavab 3, 5, yəni B variantı olar. 6-cı sualda şivyələrin tərkibində ola bilməz deyir. Şivyələrin tərkibi bilirik ki, göbələklərin ya bakteriya ya da yəni göy yaşı yosunlar dediyimiz siyanobakteriyalardan ya da nədən təşkil olmuş olacaq? E, Ya da yosundan təşkil olunmuş olacaqdır. Bilirik ki, göbələk və yosunun birləşməsi şibyəni əmələ gətirir və yaxud da göbələk və həmin fotosintez edən bakteriyanın birləşməsi yenə də şibyənin bədənini əmələ gətirir. Bu zaman variantlarda mitsel ifadəsini zaten göbələk olduğuna görə gördüm. Xlorofil yenə də bakteriyada mövcud olan bir şeydir. Xromatofor yenə yosun üçün deyə bilərəm ki, var. D, liflər yenə də görmüş olacaq. Amma xloroplast anlayışını biz mamırlarda filan artıq bildirirdik. Bu səbəbdən xloroplast olmamış olacaqdır. 7. Cədvələ əsasən x plus y ifadəsinin qiymətini tapın deyir. Noxud bitkisinin çiçəklərində olan bitişik erkəkliklərin sayını verib, qayıqçıqların sayını verib və bir də yelkənin sayını veribdir. Təbii ki, burada 36 bitişik erkəklik varsa, bilirik ki, burada bir çiçək üçün 9 dənə bitişik erkəklik bildirirdik biz. 36-nı o zaman mən bölərəm 9-a, qalar nə? 4. Deməli, 4 çiçəyim var. 4 çiçəyim varsa, hər birində qayıqçığın sayı nə qədər olacaq? Qayıqçıq sayı 4 ədəd olmuş olacaqdır. Yelkən sayı da tək-tək olduğuna görə elə yelkən də
yelkən də nə olmuş olacaq? 4 dənə olmuş olacaq. Bunları toplayarlar cəmi 8 almış olacaq və cavabı. Çünki x plus y ifadəsinin qiymətini tapın deyir bizə. Sonra 8. Çoxda bir kişi haqqında verilən fikirlərdən hansı doğrudur deyir. 2 evli bitkidir. Xeyr, yanlış olmuş oldu. 2. İki cinsi çiçəyə malikdir. Tamam, doğrudur. 3. Çiçəkli bitkidir. Tamam, çiçəkli bitkidir. 4. Bir cinsi çiçəyə malikdir. Xeyr. 5. Bir evli bitkidir. Bəli, bu da doğru olmuş oldu. 2, 3, 5 elə doğru cavab C variantı olar. 9. X plus Y plus Z ifadəsinin qiymətini müəyyən edin deyir. İlbizi veribdir bizə. Ayaq sayını verib x olaraq, ürək kameralarının sayını y, lamsa çıxıntılarının sayını isə z olaraq veribdir. Ayaq sayını bilirəm ki, nədir? Bir dənədir. Ürək kameralarının sayı nə qədər olmuş olacaq? 2 dənə olmuş olacaq. Lamsa çıxıntılarının sayı da nə qədər olmuş olacaq? 2 dənə olmuş olacaq. Cəmini toplasam onlar nə qədər? 5 olmuş olacaqdır. Yəni x cavab olaraq 1 olacaq. Y-ə 2, lamsa çıxıntılarının sayına uyğun olaraq isə yenə də 2 qəbul etmiş oluruq ki, cəmini soruşur deyə topladıq, 5 rəqəmini almış olduq. Sonra 10. Sapırların nümayəndələrinin törətdiyi xəstəliklər. Sapırların nümayəndələrinin törətdiyi xəstəliklər, ümumiyyətlə bunlar heç sapırlara aid olmadığına görə exnokokkos və denirokos xəstəliklərini götürmürük. Sapırlardan olan askardozu törədən askaridi götürərəm, bir də ankrestomanı götürərəm. Yəni 2 və 4-ü götürərəm. Doğru cavab olmuş olar B variantı. 11. Yaşıl quş mamırının hansı rəqəmdə göstərilən hissəsi həm ana, həm də ata bitkinin əlamətini daşıyır deyir. Təbii ki, burada bir nömrəli hissəm qutucuq olmuş olacaqdır. Bir də qutucuq ayaqcığı dediyimiz hissə nədir? Həm ata, həm də ananın əlamətlərini daşımış olacaqdır. Doğru cavab Y variantı olar. 12. A və B canlının hər ikisində olur deyir. A və B canlısının hər ikisində olur. Tamam. A və B canlısının hər ikisində olan düzünə inkişaf B qəlsəmə, D kisə şəkilli ürək, traxeya, yaşıl vəzlər. Aha, bunun hər ikisində olanı soruşursa bizdən, biz burada düzünə inkişafı görürükmü? Görürük hər ikisində. Qəlsəməni hər ikisində görürükmü? Görmürük. C. Yaşıl vəzlər dediyimiz xərçəngə aid olan quruluşuydu. Kisə şəkilli ürəyi tamam gördük ikisində. Traxeyanı gördük. Bir dənə oldu nə? Hər ikisində üzr istəyirəm, traxeyalar xeyr, xərçəngdə traxeya görməyəcəyik. Kisə şəkilli ürəyi də hər ikisində görməyəcəyik. Yaşıl vəzləri də hər ikisində görməyəcəyik. Qəlsəməni də hər ikisində görməyəcəyik. Aha, hər ikisində gördüyümüz nədir? Elə düzünə inkişaf olmuş olacaqdır. Sonra baxaq 13-cü suala. Verilən mülaxizələrdən hansı neftərçəyə aid deyil? Deməli, neftərçəyə aid olmayan qapalı qan-damar sisteminə aiddir deyir. Deməli, aid olmayanı soruşuramsa, A getdi. B, ürəyi yoxdur. Bu da aiddir, yəni götürmürük. Sinir sistemi düyünlüdür. Aha, sinir sisteminin düyünlü olmasını neftərçə üçün götürməyəcək. Bor şəkilli sinir əmələ gəlmişdir artıq bunlarda. Bu səbəbdən C variantı doğru cavab olmuş olacaqdır. 14. Yanlış cavabı müəyyən edin. İnsanın gövdə skeleti deyir. Hərəkətli birləşmə əmələ gətirir. Tamam, gövdə skeleti hərəkətli birləşmə əmələ gətirir. Bu doğrudur, yəni. B. Yassı sümüklə birləşmə əmələ gətirir. Gövdə skeleti yaslı sümüklə birləşmə əmələ gətirəcəkdir. Məsəl üçün, oma fəqərlərinin çanaqla birləşməsini misal göstərərək biz buna. Bu da yəni doğru olmuş oldu. A da doğru olmuş oldu. C. Qurşaq skeleti ilə birləşmə əmələ gətirir deyir. Təbii ki, döş sümüyümüz yuxarı tərəfin qurşaq skeletinə aid olan körpücüklə birləşmə əmələ gətirir. Bu səbəbdən bu da doğru olmuş oldu. D. Borlu sümüklərlə birləşmə əmələ gətirir. Baxın, burada borlu sümüklərlə birləşmə əmələ gətirmək gövdə skeleti üçün uyğun deyildir. Gövdə skeletinin
Boru sümüklərlə birləşməsi yoxdur. Biz bilirik ki, gövdə skeleti yalnız yuxarıdan belə deyək, ənsə sümüyü ilə birləşmə əmələ gətirə bilirdi. Yuxarı tərəfin qurşaq sümükləri olan körpücük sümükləri ilə birləşmə əmələ gətirirdi. Bir də aşağı tərəfin qurşaq skeletinə aid olan çanaq sümükləri ilə nədir? Birləşmə əmələ gətirə bilirdi. Bu səbəbdən yanlış cavab oldu D variantı. Sonra 15. 15-də deyir ki, yosun, mamır və göbələklər üçün ortaq cəhətdir deyir. Yosun, mamır, göbələk üçün ortaq cəhətlər hüceyrə divarına malik olması, tamam. E, Sonra 2 kök sisteminə malik olmaq, e, xeyr. 3 xlorofil pigmentinə malik olmaq, xeyr. Ə, spor əmələ gətirmək. Spor əmələ gətirmək hər üçü üçün nədir? Keçərli idi. Ona görə elə 1-4, yəni ə, burada 5-imiz də var. Leykoplasta malik olmaq. Bu da yanlışdır. Tamam. Elə doğru demişik. C variantı doğru cavab olmuş olacaqdır. 16. Şəklə əsasən verilən ifadələrdən hansı yanlışdır deyib. Şəklə əsasən verilmiş ifadələrdən böyrəyi veribdir. Deməli, arteriya damarı vena damarını veribdir. Sonra buradan böyrək ləyənindən başlanğıc gözümüz həmin bu sidik axarının şəklini veribdir. Və bizə deyir nə? A variantına deyir sidik cövhərinin qatılığı CAB kimi olur. Yəni C böyükdür A-dan, A da böyükdür B-dən bu şəkildə veribdir. E, Ən çox sidik cövhərinin qatılığı nədə olmuş olacaq? CAB e, ifadəsi. Yəni doğru olmuş olmayacaq. Ən çox C-də olmuş olmayacaq, yəni sidik cövhərinin qatılığı. E, Ən qatı halda biz deyirdik A-dadır sidik cövhəri. Üzr istəyirəm. C-ni sidik axarı şəklinə verib bizə. Təbii ki, burada artıq nədir? Son məhsulun süzülməsidir də. Son məhsulun süzülməsi isə elə sidik axarında həmin sidik cövhərinin ən qatı olduğunu deyə bilərik. Tamam. C böyükdür A-dan. A böyrək arteriyasıdır, hansı ki, qaraciyərdən e, qaraciyərdə sintez olunmuş sidik cövhərinin biz bildiririk ki, qaraciyərdən çıxandan sonra aşağı boş venaya tökülməsi, oradan gəlib ürəyə tökülməsi, sonra ürəkdən çıxıb kiçik qan dövranı ilə ağciyərdə qan oksigenlə zənginləşdi və geridən ürəyə qayıtdı. Ürəyə qayıdandan sonra isə nədir? Böyük qan dövranı vasitəsilə bədənə paylanırdı qan, hansı ki, içərisində yenə də hələ də sidik cövhəri olmuş olacaq bu qanın. Sidik cövhəri ilə bərabər qan paylanan zaman bədənə bir arteriyada nəyə gələcək? Böyrəyə gəlmiş olacaq ki, bu səbəbdən böyrəyə daxil olan arteriyada sidik cövhərinin qatılığı daha çox olmuş olacaq. Bu süzülmə baş verəndən sonra artıq arteriya kapilyar vena keçidi hansı ki baş verirdi. Böyrək borucuqlarının ətrafında kapilyar şəbəkə əmələ gətirdikdən sonra damar buradan kapilyarlardan vena damarına keçirdi və vena böyrək venası şəklində böyrəkdən xaric olmuş olurdu ki, bu səbəbdən arteriyada olan sidik cövhəri venadakından, böyrək venasındakından nə olmuş oldu? Daha çox olmuş oldu, daha qatılığı çox olmuş olacaqdır. C-də isə son məhsul olaraq belə deyək, artıq orqanizmdən kənarlaşması üçün süzülmüş son sidik olduğuna görə burada sidik cövhərinin qatılığı ən çox olmuş olacaq. Sonra B-də deyir, mineral duzların miqdarı B böyükdür A, böyükdür C kimi olar deyir. B böyükdür A, böyükdür C kimi olarsa, deməli B venadır, A arteriyadır, C-də nə imiş? Sidik axarlanmış olmuş olacaq. Ümumiyyətlə, mineral maddələr olsun, sidik cövhəri olsun, oksigen miqdarı olsun, sonra ümumiyyətlə, bunların miqdarı, qlükoza miqdarı olsun, bunların hamısı böyrəkdən söhbət gedirsə, böyrək arteriyasında, böyrək venasındakından nə olmuş olacaq? Daha çox olmuş olacaqdır. Bu səbəbdən B-də, yəni venada
mineral duzun miqdarının A damarı ilə, yəni arteriyadakından çox olması ifadəsi burada yanlış olmuş olacaqdır. Doğru cavab B olar deyirik. 17. Sekretor maddəsi bütöv bir hüceyrə olan vəzinin hormonudur deyir. Deməli, biz yumurtalıq və yaxud da toxumluqdan danışacağıq burada. Sekretor maddəsi bütöv bir hüceyrə olan, yəni xarici sekresiya vəzisi olaraq spermatozoid, əgər toxumluqdan söhbət getsə, spermatozoid hazırlanması baş verəcək. Əgər e, yumurta yumurtalıqdan söhbət gedirsə, yumurta hüceyrənin hazırlanması baş vermiş olacaq ki, təbii ki, burada progesteron götürəcəyik. C variantı doğru olmuş olar. Sonra progesteron dediyimiz həmin vəzlərin, cinsiyyət vəzlərinin ifraz elədiyi daxili sekresiya vəzsi olmuş olacaq. Bunlar xarici sekresiya vəzsi olaraq hüceyrə hazırlayır. Sonra 18. Aşağıda refleks görsünün hansı rəqəmlə işarələnən hissəsi Pavlova görə analizatorun hissələrinin və Seçenova görə baş beyin reflekslərin mərhələlərin hər ikisinə aiddir deyir. Hər ikisinə aiddir. Tamam olsun. Bir nömrəli hissə reseptor sahədir refleks görsündə. Reseptor sahə həm Pavlovda var idi, həm də Seçenovda var idi. Təbii ki, Pavlovda elə birinci hissəyə, Seçenovda isə elə birinci mərhələyə uyğun gəlirdi bu. Bu səbəbdən bir nömrəni seçərik. Sonra 2 həmin bu hissi yolu göstərir bizə. Hissi yol dediyimiz, məsəl üçün, baş beyin refleksləri mərhələləri üçün keçərli olmayacaqdır. Çünki biz burada baş beyin reflekslər mərhələlərini qeyd edərkən birinci deyirdik reseptor sahəyə uyğun gəlirdi, ikinci hissəsi mərkəzə uyğun gəlirdi, üçüncü hissəsi isə nədir? Üçüncü hissəsi isə işçi orqana uyğun gəlirdi deyirdik. Bu səbəbdən 2 nömrəli hissə nədir? Həmin bu baş beyin refleksləri mərhələlərinə uyğun gəlmədiyindən seçməyəcək. 3. Mərkəz. Mərkəz dediyimiz həm analizatorlarda görürdük. Analizatorların 3-cü hissəsi. Pilus, baş beyin reflekslərinin ikinci hissəsi nəyə uyğun olurdu? Həmin bu mərkəzə uyğun olurdu. Yəni, refleks görsünün 3-cü hissəsinə uyğun olurdu. Bu səbəbdən 1-3, yəni elə A variantı doğru cavab olmuş olar deyirik. 19. Cədvəl əsasən insanda A-B ifadəsinin maksimum qiyməti 60-a, A-B ifadəsinin maksimum qiyməti 60-a bərabər olarsa, bu müddət ərzində əmələ gələn yönəlici cisimciklərdən sayı neçə olar deyir. Tamam. Əgər ki, A-B ifadəsi 60-dırsa, maksimum qiyməti 60-dırsa, baxaq A-la B nədir? A deyir, aybaşından sonraki fazanın davam etmə müddəti. Aybaşından sonraki faza 9-10 gün davam edirdi, bilirik ki. A bərabərdir 9-10 gün. Aybaşı fazasının davam etmə müddəti gün olaraq deyir. Aybaşı fazanın davam etmə müddətini 4-5 gün olaraq qeyd edirdik. B bərabər 4-5 gün. Bunların arasında fərq nə olub? 60-a bərabər oldu. Maksimum fərq 60-a bərabər oldu. Maksimum fərq deyirsə, A-nı 10 götürərəm, B-ni də 4 götürərəm. Bərabər olmuş olar nəyə? 6-ya. Deməli, bunların hər birinin bir dəfə baş verilməsi durumunda fərq 6-ya bərabər olsa, 60-a bərabər olması üçün 10 dəfə bu proses təkrarlanmalıdır hər biri. Və bu zaman deyir, əmələ gələn yönəlici cisimciklərin sayı. 10 dəfə baş veribsə, 10 dəfə də nə olub? Qamet və yönəlici cisimciklərin əmələ gəlməsi başlayıbdır. Bir hüceyrə nəzərində tuturamsa, 10 vur 3 bərabərdir 30 dənə yönəlici cisimciyim nə olmuş olar? Əmələ gəlmiş olar deyirik. Sonra 20-ci sualda deyir, aşağıdakı sxemdə müasir bitkilərin əsas qruplarının xüsusiyyətləri verilmişdir. Verilən bitki qruplarından hansılarının əksər nümayəndələrinin hər iki qaməti hərəkətsizdir. Hər iki qametinin hərəkətsiz olmasını biz nədə gördük?
Kimin ki artıq toxum görürdük, e, məsəl üçün həmin o çılpaq toxumlarda qeyd edirdik biz bunu. Toxumu görürüksə, deməli bunların qametləri nədir? Hərəkətsizdir. Hər ikisində toxum gördüyüm şey, bax burada görmürəm, burada görmürəm, burada görmürəm, burada görürəm, bir də burada görürəm. Deməli N və S nə olmuş olacaq? Qametlərin hər ikisi hərəkətsiz olmuş olacaqdır. Sonra artıq bunların maylamasının su ilə əlaqəsi kəsilmişdi. Yəni ehtiyac yox idi hərəkət orqanoidinə. Sonra 21 başlanğıc sayı 3 olan bakteriya 2 saat ərzində bölünməyə məruz qalmışdır. Birinci saatda bakteriyaların bölünməsi maksimum sürətlə, ikinci saatda isə minimum sürətlə davam edərsə, sonuncu bölünmədə cəmi neçə fərd iştirak etmişdir deyir. Deməli, 3 bakteriya 2 saat ərzində bölünməyə məruz qalıb. E, bölünməyə məruz qalınır. Birinci saatda bakteriyanın bölünməsi maksimum sürətdir. Maksimum sürət deyirsə, ilk saatda 20 dəqiqədən bir bölünmə baş versin. 3 bölünsün 6, 6 bölünsün 12, 12 də bölünsün nəyə? 20, 20, 24 bakteriya əmələ gətirsin bizim üçün 24. Burada 3 bölünmə baş verdi. Sonrakı bu 24 bakteriya isə nə oldu? Minimum sürətlə bölünmə keçirtmiş olsun. 24 bakteriya bölünsün 48. 48 bakteriya isə nədir? Bölünəcək 96 bakteriya əmələ gətirəcək. Nəyə görə 2 dəfə böldüm? Çünki növbəti ikinci saatın minimumla baş verdiyinə görə 30 dəqiqədən bir bölünmə baş vermiş olur. Bir saatda da 2 dənə 30 dəqiqə olduğuna görə 2 bölünməni həyata keçirtdik. Sonuncu deyir bölünmədə cəmi neçə fərdi iştirak etmişdir? Sonuncu bölünmədə buradan görürük ki, 48 fərd iştirak etmiş olacaqdır. Sonra 22 hansı boşluğa 2 rəqəmini yazmaq olmaz deyir. Hansı boşluğa 2 rəqəmini yazmaq olmaz? E vitaminin arteriyasında 2 növ qan olur. Məsəl üçün bu şəkildə desək, bəli olur. Bu olar. B göyərçinin ürək boşluğunda 2 növ qan olur. Bunu da yaza bilərik arteriya vena şəklində. Arterial və venoz yəni. Tamam. C-də deyir E vitaminin çiyin qurşağına çiyin qurşağı 2 növ sümük deyə bilmərək, yaxın 2 dənə sümük deyə bilərik ancaq. Ona görə elə doğru cavab C olmuş olacaqdır. Sonra 23 e, 23 İtdə bilirik də körpücük sümükləri olmadığını, e, çünki onların hərəkət məhdudiyyətini yaradırdı bu körpücük sümüyünün olması. Həmçinin nə qədər bərk qaçan heyvanlar ki görürük, at olsun, it olsun, nə bilim bu çitalar filan olsun, e, bunların nədir? Körpücük sümükləri olmayacaqdır. Sonra erkək qıcının dedik, erkək qıcıya aid olan əlamətləri seçərik buradan. Yarpaqların altında qametlər əmələ gəlir, deyir. Xeyr, sporlar əmələ gəlirdi yarpağın altında. 2. Mayalanması cinsi nəslin üzərində gedir, deyir. Mayalanması cinsi nəslin üzərində gedir. Təbii ki, burada protal əmələ gələndə alt hissəsinə dedik, nədir? Cinsi hüceyrələr əmələ gəlirdi və bunlar nə olurdu? Bir-biri ilə birləşirdi, mayalanma prosesi baş verirdi. Protal da həmin onun cinsi nəsli olduğuna görə elə mayalanma cinsi nəslin üzərində gedir deyə bilərəm. 3. Sporları yarpağın altında əmələ gəlir. Bəli, artıq bu doğrudur. 3. 4. Yetkin fərdi qeyri-cinsi nəsildir. Tamam, bunu da deyə bilərik. Protalı heterotrofdur deyirik. Xeyr, bu da yanlış olmuş olar. Elə doğru cavab 2, 3, 4 çıxmış olur. 24 həm bir həm bakteriya hüceyrəsində ola bilər deyir. Bakteriya üçün deyiriksə formalaşmış nüvə yox idi bunlarda. 1 getdi. 2 plazmatik membran təbii ki, hər ikisində olacaq. Bunu da qeyd etmişik. Biraz öncə belə deyək, cavabları çıxardarkən bəzən cavablar qalıb üstündə. 3 əslində sonradan bir şey fərq etdik ki, cavablar sən demə elə vərəqin üzərində də var imiş. Müəllimlərdən xahiş etdim, göndərdilər, sağ olsunlar. Və hər birinin cavabının üstündə qeyd etmişdilər zaten. Yəni bir 4-5 sualı izah edərsən, etdikdən sonra bunun fərqinə varlıq bizdə. Belə.
İki, plazmatik membran olmuş olacaq. Bir də üç, ciyre divarı dediyimiz quruluş olmuş olacaqdır. Ciyre divarı ifadəsini bir dənə heyvan ciyerəsi üçün işlətmirdik. Geri qalan bakteriya olsun, bitki olsun, göbələk olsun, onların hər üçü üçün işlədirdik. Vakol dediyimiz, xeyr, bakteriyada biz vakol görə bilməyəcəyik. Plastitdə yenə. Yəni doğru cavab olacaq 2, 3. 25. Doğru ifadələr müəyyən edin. İnsanın döş qəfəsi iki cür sümük iliyi olan sümüklə birləşmə əmələ gətirir deyir. İki cür sümük iliyi olan uzun boylu sümüklərdir. Biz bilirik ki, insanın döş qəfəsi uzun boylu sümüklərlə nədir? Birləşmə əmələ gətirmir. Bu səbəbdən bir getdi. İki, cəmi 4 sümüklə birləşmə əmələ gətirir deyir. Cəmi 4 sümüklə birləşmə əmələ gətirir deyir. Tamam. 4 sümüklə birləşmə əmələ gətirməsi ifadəsi doğru olmuş olacaqdır. Döş qəfəsi dediyimiz zaten nədir? Döş sümüyüdür. Bir qabırğalardır, bir də e, döş fəqərələri olmuş olacaqdır. Bunların birləşmə əmələ gətirdiyi hissə e, bir, yuxarı ətrafın qurşaq sümükləri olan köprücük sümükləri ilə birləşmə əmələ gətirmiş olacaq. Bir, yuxarıdan 7-ci boyun fəqərəsi ilə birləşmə əmələ gətirəcək. Bir də aşağıdan birinci nədir? E, bel fəqərəsi, birinci bel fəqərəsi ilə birləşmə əmələ gətirmiş olacaqdır. Boyun, döş, bel, oma, tamam. Deməli, bel fəqərəsi, birinci bel fəqərəsi ilə birləşmə əmələ gətirmiş olacaqdır, deyirik. Tamam, bu da doğrudur. 3. Ətrafların skeleti ilə birləşmə əmələ gətirir. Zaten elə iki cür sümükliliyi ifadəsini buradan gördüyüm zaman uşaq deyir ki, bir səhvdirsə, onda 3 də səhvdir. Xeyr, burada ətrafların skeleti ilə birləşmə əmələ gətirir ifadəsində biz yuxarı ətrafın qurşaq hissəsini də nəzərə almalıyıq. Çünki yuxarı ətrafın qurşaq hissəsi ilə dedik axı az öncəki birləşmə əmələ gətirirdi. Bu səbəbdən 3 də doğrudur. 4. Yassı sümüklə birləşmə əmələ gətirir. Yassı sümüklə xeyr, birləşmə əmələ gətirməyəcəkdir. E, Bu da 4 də yanlış oldu. 5. Cüt sümüklərlə birləşmə əmələ gətirir. Cüt sümüklərlə birləşmə əmələ gətirilmiş olacaqdır. Elə körpücü sümüyünü deyə bilərik. Sonra 26 sağlam insanın 3 növbəli qaraciyər hüceyrəsində cəmi neçə xromosom var deyir. 3 növbəlidirsə 46 vur 3 bərabərdir 120, 138 dənə nə olacaq? Xromosom olmuş olacaqdır. Sonra 27 uyğunluğu müəyyən edin. Çoxalma üsulu tumurcuqlanma yolu ilə sporla bir də ikiyə bölünmə ilə deyir. Tumurcuqlanma yolu ilə qeyd edilən hissəyə biz qeyd edərik nəyi? Qeyd edərik nəyi? E, Məsəl üçün, hidraları, maya göbələyini biz deyirdik ki, nədir? Tumurcuqlanma yolu ilə çoxalır. Burada verilmiş cavablardan elə hidra və maya göbələyini seçərik. C, Y-ni yazarıq birə. 2-yə B variantı uyğun gəlir. B variantı dediyimiz, yəni mukor göbələyidir. Göbələk formasında sporla çoxalma mövcuddur. Yəni bu adını qeyd etdiyimiz göbələklərdə sporla çoxalma mövcuddur. 1, 2-yə, 3 daha doğrusu 2-yə bölünmə yolu ilə, yəni A və D-ni qeyd etmişik burada. İnfizor təlliyi, bir də adi amodu deyə bilirik. İnfizor tərliklərdə eninə bölünmə baş verirdi. Adi amodda isə nədir? İstənilən istiqamətdə xaotik bölünmə baş verir deyəcəyik. Bu da belə. Keçək növbəti suallarımıza, situasiya suallarımıza. Hamiləliyin 4-cü ayı müayinə olunan qadının bətnində 2 dölün olduğu müəyyən olundu. Bu döllər ayrı-ayrı cildlər daxilində yerləşir deyir. Tamam. Ayrı-ayrı cildlər varsa, 2 döldürsə, bunlar fərqli, yəni cinsiyyətcə fərqli olmuş ola bilər, deyərik. Yəni müxtəlif ümumi tərkizi ola bilər. Bu şəkildə deyə bilərik.
28-də deyir ki, bu döllərin əmələ gəlməsinə iştirak edən qametlərin sayının cütlərin sayına olan nisbəti necədir deyir. Deməli, mənim 2 dənə döl varsa, hər birinin əmələ gəlməsi üçün 2 qamet, 2 plus 2 bərabər oldu nə qədər? 4 dənə qamet və burada mövcud olan cift 2 dənə olacağı üçün həmin 4 e, bölünsün, yazaram nə? 2. O da bərabərdir 2 almış olaram. Yəni 28-ci sualda doğru cavab 2 olmuş olacaq. 29. Döllərin eyni və ya müxtəlif yumurta əkizi olduğunun fikrinizi bildirməklə yazın. Az öncə bildirdim ki, eyni yumurta əkizi olsaydı cift bir dənə olardı. Elə təkcə bu bizə deməyə imkan verir ki, nədir? Bunlar müxtəlif yumurta əkizləri olmuş olar. Və yaxud da cinsiyyətini də bildirsəydi, biz yenə də buna uyğun bilə bilərdik ki, eyni yumurta əkizidir, yoxsa müxtəlif yumurta əkizidir. Tutaq ki, desəydi, bu şəkildə yəni desəydi ki, biri oğlan, biri qız, bu formada desəydi, hə, %100 bilərdim ki, artıq bu nədir? Müxtəlif yumurta əkizidir. Çünki eyni yumurta əkizində nədir? Fərqli cinsiyyət olmaz deyirdik. 30. Döllərin inkişafı zamanı ananın hansı müvəqqəti daxili sekresiya vəzləri fəaliyyət göstərmişdir deyir. Döllərin inkişafı zamanı deyirsə, döldən gedirsə söhbət, artıq bu nə olmuş olacaq? Cift olmuş olacaq. Çünki həmin müddətə qədər olan hissə sarı cisim olaraq nəzərə alınır. Artıq döl dövrü üçün, dölün inkişafı üçün nəzərdə tutulan zamanda isə sadəcə cift nədir? Müvəqqəti daxil sekresiya vəzsi funksiyasını yerinə yetirmiş olacaqdır deyirik. Üzr istəyirəm. Döl dövrü dediyi üçün 2 ay Rüşeym dövrü idi. Geri qalan 7 ay döl dövrü o hesab olunur. Cift 3 ay üzr istəyirəm, cift deyirik. Sarı cisim 3 ay sintez etdiyinə görə hormonu, bura ciftdən əlavə sarı cismi də əlavə edəcəyik. Sarı cismi əlavə edəcəyik. Sarı cisim. Plus cift. Yəni, hər iki qeyd etdiyimiz, adlarını qeyd etdiklərimiz nədir? Hormon ifrazını, müvəqqəti daxili sekresiya funksiyasını icra etmiş olacaqdır. Üçüncü ay sarı cisim hələ də hormon ifrazını davam etdirəcəkdir. Üçüncü ay artıq sonrakı ayları 6 ay müddətində cift əvəz etmiş olacaq və nəticə etibarilə dölün inkişafı zamanı həmin bu döl dövründə həm sarı cisim, həm də cift müvəqqəti daxili sekresiya vəzsi funksiyasını yerinə yetirmiş olacaqdır. Belə, əziz şagirdlər, suallar bu qədər. Biraz yorğunam. Mən yorğun olanda ümumiyyətlə çox mənim beynimdə belə deyək, donma baş verir. Bu mənim özümdən asılı deyil, yəni. Təbii ki, bunu təşəkkür edirəm. Anlayışla qarşılayırsınız, görürəm zaten. Və bildirən zaman da çox incə bir şəkildə bildirirsiniz ki, müəllim, bunu 100% çaşıb nəsə başqa formada demişsiniz. Olur yəni, insanlıq hər birimizdə ola bilər. Mümkün qədər yanlış buraxmamağa çalışdım. İnşallah ki, buraxmamışım. Belə, dinlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.